Həzrət Əli əleyhissalam keçirdi bir zibilliyin yanına. Məişət tullantıları var idi orada. Baxdı, güldü. Ya Əmir əl-Mömin, niyə gülürsünüz? Dedi, ondan ötə ki, təəccüb edirəm insana ki, sonu bu olacaq bir şeyə görə savaşırlar. Ömürlərini hədər eləyirlər buna. İnsan olar dünya ilə axirəti qazanar, cənnəti qazanar. İnsan var dünya ilə cəhənnəmi qazanar. Əvvəli ləzzətlidir dünyanın, sonu əziyyətlidir. Axirət neməti isə əvvəli əziyyətlidir, sonu əbədi ləzzətlidir. Bismillahirrahmanirrahim. Əziz və hörmətli izləyicilər, Allahın salamı olsun sizə. Mənəvi dəyər proqramımız efirdədir, 114 TV-nin efirində. Bugün dünya haqqında söylənilən hədislər, rəvayətlər, ayələrə baxış edəcək. Dünyanın məzəmmət olması, dünya necə bir yerdir? Ümumiyyətlə kifayət qədər bu haqda söhbətlər var. İnşallah ki, əziz qonağımız bu barədə danışacaq. Həm söhbətimiz, qonağımız Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının üzvü, Binəqədi Cümə Məscidinin imamı Hacı Rafail Abbasovdur. Salamlayıram Hacı, xoş gəlmisiniz, xoş gördük. Hacı, biz ümumiyyətlə dini mətnlərdə, mənbələrdə kifayət qədər dünyanın məzəmməti barəsində oxumuşuq, eşidirik. Əhl-i Beytdən də var, dünya məzəmmət olunub. Hətta ədiblərimiz, şairlərimiz də dünyanı məzəmmət ediblər. Dünyaya bağlılıq pislənir. Amma bu dünya olmasaydı da təbii ki, axirət də olmazdı, elə bilirəm. Yəni, bu dünyanın nə qədər əhəmiyyəti var və bu dünyaya bağlılıq nədir? Ümumiyyətlə, bunu bir aydınlıq gətirmək lazım. Çünki bəziləri düşünürlər, dünya malıdır, dünyaya bağlılıq olmaz. Tərki dünya olmaq lazımdır, dərviş olmaq lazımdır, zahid olmaq lazımdır. Bu məsələlərə bir aydınlıq gətirmək lazımdır. Buyurun. Bismillahirrahmanirrahim. Təşəkkür edirəm, Hacı. Bu haqda Allahın Rəsulunun məşhur sözü var. Buyurur, dünya axirətin əkin yeridir. Yəni, biz axirəti dünyadan qazanırıq. Dünyaya bu cürünə baxsaq, dünya əladır. Çox yaxşıdır. Amma baxır insan dünyanı necə istifadə edəcək, dünyaya necə yanaşacaq, necə ünsiyyət quracaq. Dünyayla müsbət ünsiyyət qurmaq da var, mənfi ünsiyyət qurmaq da var. İnsan olar dünya ilə axirəti qazanar, cənnəti qazanar. İnsan var dünya ilə cəhənnəmi qazanar. Axirətin əkin yeridir. Necə ki, Həzrət Əli əleyhissalam buyurur, Dünya suqun, dünya bazardır. Kimi qazanır, kimi bitirir, ziyan eləyir. Baxır ondan necə istifadə eləyəcəksən. Quran-ı Kərimə nəzər salanda dünyanı tanıdan gözəl ayələr var, maraqlı ayələr var. Bir ayədə buyurur ki, وَمَا الْحَيَاتُ الدُّنْيَا İllə məta'ul qurur. Dünya həyatı məta maldır, bir mənfəətdir. Qurur verən maldan başqa bir şey deyil. Aldadıcı ləzzətdən başqa bir şey deyil. Qurur kəlməsinin tərcümədə onun neçə dənə mənası var. Biz deyirik qurur. Onun neçə dənə mənası var. Bir mənası aldanmaq, aldadıcı, saxta, həqiqi kim görsənir, amma həqiqi deyil, saxtadır. Bəzən yalancı təhlükəsizlik verən bir hal, hiss. Yalancı təhlükəsizlik. Məsələn, nədir? Görəsən, bir insanın malı, varı, dövləti o qədər olar ki, özünü təhlükəsiz hiss eləyər, toxunulmaz hiss eləyər.
Bəziləri deyiblər ki, məsələn, pul çox şeydir dünya üçün. Bəziləri də deyiblər Allaha pənah. Pul hər şeydir. Bu artıq tağutdur. Bu artıq azğınlıqdır. Məsələn, Quran-ı Kərim bu cür şəxslər haqqında bir söz buyurur. Buyurur: "Kəllə innel insane leyetxa ər-rəahu istəğna." Xeyr, insan tuğyan elədi. Tağut oldu, azğınlıq elədi. Niyə? Özünü ehtiyatsız bildi. İnsanın görərsən böyük vəzifələri, varı, dövləti o qədər olar ki, özünü ehtiyatsız bilər. Dünya malı mənfiliyi budur. Özünü toxunulmaz bilər. Buna deyərlər istiğna. Bu istiğna nə olar? Səbəb olar ki, insan tuğyan eləsin. İnsan tuğyan eləsin. Və bunun özünün bir aldadıcılığı var. Dünya malının, dünya mətasının aldadıcılıq xasiyyəti var. Və Allah buyuruyor: "Fələn nuğarrannakumul hayatud dünya." Dünya həyatı sizi aldatmasın. Çünki onun xislətində aldadıcılıq var. Üstü bəzəklidir, deyir, dünya həyatı zinətdir. Nə deməkdir? Yəni görünüş odur, həqiqət o deyil. Belə də özümüzdə götürək də baxa, deyək ki, qızıl. Qızıl. Bir metaldır, sarı bir metaldır. Bəziyəndə onun olur, qiymətlənir, görürsən, göz aparır. Deyir, bu dünya bəzənib sadəcə olaraq. Bəzənmişdir. Digər bir ayədə Allah təbarək və Teala buyurur: "Və məl hayatud dünya illə la'ibun və ləhvun." Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyil. Bir əyləncə, bir oyun. Çox maraqlıdır bu sözə baxanda. Görürsən ki, uşaqların oyuncaqları olur, öz oyunları olur. Bəzən uşaqlar böyüklərin oyunlarını təqlid edirlər. Məsələn, uşaqların öz maşınları olur, böyüklərin də maşınları. Sadəcə böyüklərin maşınları böyük maşındır, uşaqların maşınları kiçik maşındır. Onlar da ev qururlar torpaqdan, böyüklər də ev qururlar torpaqdan. Yuxarıdan baxsan görərsən ikisinin də həqiqəti eynidir. Həqiqəti eynidir. Eyni halı yaşayırlar. Bu da oyundur, o da oyundur. Sonda o da heç olacaq, bu da heç olacaq. Bana bir ayədə buyurulur, gözəl buyurulur, ayədə buyurulur: "Qul meta'ud dünya qalil." Dünya həyatı çox azdır. Çox az. Biz dünyanı çox böyük bilirik. Böyük deyil, çox azdır. Məsələn, axirət nemətin bunu Kavsər. İnna a'teynakal Kavsər. Kavsər axirət nemətidir. Çoxalandır. Çoxdur və çoxalandır. Amma dünya üçün buyurur ki, meta'ud dünya qalil. Dünya malı, dünya nədir? Azdır. Çox azdır. Tükənəndir. Bir ayədə buyurur: "Mə indakum yenfəd." Mə indakum yenfəd. Sizin əlinizdə olanlar tükənəndir. Amma Allahın yanında olanlar baqidir. İnsanın bu əlində olanlar, bunlar tükənmə xasiyyətlidir. Tükənmə xasiyyətlidir. Hətta bir sözlə də Allah buyurur Quranda, buyurur: "Thumma yakunu hutaman." Deyirsən onlar çörçöp olacaq. Puç olacaq. Tullantı olacaq, tullantı. Həzrət Əli əleyhissalam keçirdi bir zibelliyin yanına. Məişət tullantıları var idi orada. Baxdı, güldü. Ya Əmir əl-Mömin, niyə gülürsünüz? Dedi, ondan ötə ki,
təəccüb edirəm insana ki, sonu bu olacaq bir şeyə görə savaşırlar. Ömürlərini hədər eləyirlər buna. Yeyəcək bir qədər qalandan sonra tullantıdır. Bəli. Əşyalar tullantıdır. Və çox maraqlıdır ki, Allah bunlar haqqında, dünya mətası haqqında, dünya həyatı haqqında danışanda onun faniliyindən və aradan getməsindən danışır. Kullu men aleyhə fan. Hər bir şey fan olacaq. Amma axirət nemətindən danışanda nə buyurur? Baqidir, qalacaqdır. Çox maraqlısı budur ki, insan dünyanın bu ləzzətlərinə neynir? Uyur. Bağlanır. Əvvəli ləzzətlidir dünyanın. Sonu əziyyətlidir. Amma axirətin neməti isə əvvəli əziyyətlidir, sonu əbədi ləzzətlidir. Əbədi ləzzətlidir. Bir ayə var, o ayənin təfsirində maraqlı bir təfsir edirlər. Ayə bu cürədir. Ə'lamu innəməl həyatüd dünya la'bun və ləhvun və zinətun və təfəxurun beynəkum. Buyurur ki, Allah təbarək və teala buyurur ki, bilin ki, bu dünya həyatı la'bun, oyundur, ləhvun, əyləncədir və zinətun, bərbəzəklidir, zinətdir və təfəxurun beynəkum, sizin özünüzün öz aranızda fəxr eləməkdən ötürüdür. Sanki uşaqlar kimi də. Eynən, fəxr eləməkdən, çox maraq, fəxr eləməkdən ötürüdür. Yəni, bu maşınla da sən gedib mənzilə çatırsan, 100 qat ondan baha maşınla da gedib mənzilə çatırsan. Ümumiyyətlə, bax, dünyada böyük milyarderlər var da, məsələn, Avropada, Amerikada, böyük milyarderlər var. Məsələn, elə bilmirsən, filan kesin 40 milyard məsələn, 50 milyard, 70 milyard. Məsələn, pulu var. Yəni, 1 milyardı insan 1000 il yaşasa, rahat formada... Hətta 600 milyarda çatan var sərvət. 800 milyard bu yaxınlarda ki, Amerikada olan 800 milyard. Yəni, 800 milyard 800 ton qızıl deməkdir. 800 ton qızıl. Yəni, insanın yiyəcəyi nə qədərdir? Yatacağı nə qədərdir? Gündəli qidası, ruzi istifasını. Bu nədən ötürüdür? Təfəxür. Başqalarından fərqlənmək, başqalarından üstün görsənmək. Rekord vurmaq, reyting vurmaq, nə bilim, nə. Bir-birlərinin yanında fəxr eləmək. Burada bir maraqlı təfsir deyir, insanlar 4 mərhələdədirlər. Onlar üçün, bəziləri üçün lə'bundur, oyundur, oyun. Deyir, bunlar uşaq xislətlərdir. Ləhvun gənc xəssi, əyləncə olan gənc xislətlər üçündür. Gənclər üçün. Zinət olan orta yaşlılar üçündür. O təfəxür var ha, təkəbbür eləməyə, fəxrəmə. O da yaşlıların xislətidir. Yaşlıların xislətidir. Hər halda Quran bu cürünə baxır, dünyaya bir aldadıcı kimi baxır. Yəni aldadıcıdır. Və bunların ən gözəl şirin açıqlamaları hədislərimizdə var. Peyğəmbər əleyhissalamın hədisində, İmam Əhl-i Beytin hədisində, xüsusən Həzrət Əli əleyhissalamın hədislərində var. Allahın Rəsulü bir hədisində buyurur ki, dünya ağ buludlar kimidir. Gələr, yağmaz, gedər. Ağ buludda su olmaz, yağmaz. Gələr, az kölgə salar, sonra nə olar? Keçər, gedər. Yəni, onun yaxşı olmaz. Quranda da bu cürə bir ayə var. Deyir ki, dünyanın misalı göydən nazil olan, gələn su kimidir. Görürsən, göydən su gələr, bir yerə düşər, kiçik çuxurlar yaradar, yeri ısladar.
Bir dənə günəş çıxan kimi nə olar? Qurudar. Quruyar gedər. Bəli. Da qalmaz. Quruyar gedər. Dünya bu qədərdir. Az. Çox azdır. Dünya nemətinin dəyəri də bu qədərdir. Çox azdır. Həzrət Əleyhisselam buyurur ki, dünya kölgə kimidir. Dünya kəzzil, kölgə kimidir. Görsən insanın kölgəsi düşür onun qarşısına. O kölgəni təqib eləsə, dalsızca düşsə, Həzrət Əli buyurur ki, yorrar onu. Çünki kölgənə çata bilməzsən sən. Mümkündür. Deyir, arxanı kölgənə çevirsən, o səni təqib eləyər. Hər kəs dünyanın dalsızca qaçar, dünya onunla qaçar. Hər kəs dünyadan qaçar, dünya onu təqib eləyər. Bir gözəl hədisi var Həzrət Əli Əleyhisselamın. Buyurur, "Əd-dünya yevman. Yevm lək, yevmun lək və yevmun aleyk." Dünya deyir, 2 gündür. Necə ki, bir günümüzün yarısı qaranlıq, yarısı işıqlıdır. Həzrət Əleyhisselam ki, dünya 2 gündür. Bir günü səni ilədir, bir günü sənə qarşıdır. Bir gün leyhinədir, bir gün əleyhinədir. Bir gün qalxızır, bir gün endirir. Sürüyür. Belədir. Başqa hədisdə bu cür toxunur, deyir, o zaman ki, dünya səninlə bir yerdə oldu. Vəzifə var, iş var, pul var, dostlar çoxdur. Günüzdür də, dünya sənə tərəfdir. Deyir, o zamanda azğınlaşma, o zamanda çaşma, o zamanda təkəbbür eləmə. Bilginən ki, bunun düşməyi də var, enişi də var. Deyir, o zaman ki, gördün dünya sənə qarşıdır, aleyk, sənə qarşıdır. Deyir, o zamanda da sınma. Sınma. Əyilmə. Əzdirmə özünü. Səbr elə. Çünki bunun da bir qalxış olacaq. Enişli, yoxuşlu dünya. Orta mövqeyini qoru. Allah rəhm eləsin o kəsə ki, orta mövqeyini qoruya bilir. Bir hədisdə bu dünyanın deyir, misalı, bənzəri ilan kimidir. Üstdən yumşaqdır. Amma içərisi zəhərlidir. Zahirdə yumşaqdır. Adamın xoşu gəlir. Bilməsə bu ilandır, xoşuna gələr. Amma deyir, içərisi nədir? Zəhərlidir. Hacı baba, bayaq misal göstərdikdə, yəni bir insanın ömür boyu yeyəcəyi, doyunca yeyəcəyi bir sərvət, amma hətta bir 1000 ildə yaşasa, o yəni bitməyəcəkdir. Nəyə lazımdır bu qədər toplamaq və doymamaq. Dünyanın xasiyyəti budur. Başa düşdü, təkəbbür, lovğalıq özünü göstərmək. Amma bununla yanaşı da nəsə... Gönəmişsə gözəl misal çəkir Həzrət Əli Əleyhisselam. Buyurur, "Əd-dünya kəmail bəhr." Deyir, dünya dəniz suyu kimi. Dəniz suyu kimi. Biri sususa, ətişan olsa, istəsə ki, bu susuzluğunu aradan aparmaqdan ötürü dəniz suyu içsin, içdikcə daha da suzuyar. Deyir, içdikcə daha da suzuyar, daha da yanğısı artar, ta o qədər ki, içər ki, özünü öldürər, partladar. Onun üçün ki, az içəsən. İçdikcə daha suzuyar, qazandıqca əlhəkumut təkâthur. Hətta zurtumul məqabir. Qəbrəcən yığacaq, çünki bir xislətidir. Hətta İmam Səccad Əleyhisselamdan bir hədisdə buyurur, deyir, o dünya əhli üçün misal çəkir, deyir, o deyir, barama qurdu kimidir. Barama qurdu tutun yarpağını yeyir, ipək eləyir, doluyur özünə, doluyur. Elə onun içərisində nə olur? Ölür. Deyir, dünya əhli bu cünnədir. Dünya əhli bu cünnədir. Dünyadan xilas olmaqdan ötürü ehtiyacın qədər istifadə edəsən gərək. Ehtiyacın.
ehtiyacından artığına keçdiyi artıq sənin əleyhə işləyəcək. Səni məhv aparacaq. Gözünü tutacaq, qəlbini qaraldacaq. Ona görə də biz baxın Quran-ı Kərimdə yolları da var. Namaz qılıb zəkat verənlər. Namaz Allahla ünsiyyət yaradır. Zəkat isə dünyanın ünsiyyət yaradır. Namazın imtihanını verərsən, orucun imtihanını verərsən, hacın imtihanını verərsən, amma zəkanın imtihanını verə bilməzsən. Cihadın imtihanını verə bilməzsən. Biri maldır, biri candır. İmtihanların ən böyüyü canla maldan olar. Canla maldan imtihan olunur. Zəkatı gələ verəcəksən. Verdikcə onu içəriyə qoymazsan. Bağlanmağa. Zəkatını verəsən. Bağlandısa zəkatın cürbəcür növləri var ha. Məsələn, sədəqədə zəkatdan sayılar. Sözsüz infaq eləməkdir. İnfaq eləmək, bəli. Amma bağlandısa ev yıxılır. Hə, onu vermədin, bağlanacaq bura. Ondan sonra Allahla nə qədər rabitə qurğunan, qapını bağlamısan burada. O namaz elə verəm ki, bəs istədiyin namaz olmaz. Allah istədiyi namaz olmaz üçün bağlanıb bura. Hacı, dünyaya bağlılığın səbəbidir də bəzi cəmiyyətlərdə, məsələn, borc vermə anlayışı, ümumiyyətlə borc vermə nədir? Get kredit götür. Get sələmə gir. Yəni bu gün nədir ya? Qabaqlar insanlar kişilər bir-birinə borc verərdilər. Borc olardılar, borc verərdilər. Amma bu gün deyir ki, onsuz da mənə heç kim borc verməyəcək. Onsuz da ağız açmağın xeyri yoxdur. Gedir yeri kreditə və aylarını, illərini hətta sərf edir o borcu bağlamaq üçün. Əziyyətə düşür də, qatlanır da. Yəni bu borc mədəniyyəti var da. Qərzül Həsənə kaş ayəsi ayaq açaydı cəmiyyətdə yer yer. Amma təəssüf olsun. Yəni bu həmin bu dünyaya bağlılıqdan irəli gəlir də bir insan bağlıdırsa dünyaya. Bundan borc istəsələr düzü mən bir insana belə bir şey yarar. Bugünkü müasirində mən və mənim. Hə, bəli, hər şey mənim. Bax, belə. Vəssalam. O da yəni həqiqətən də çox da indi bağlılıqdan irəli gəlir. Əks təbliğatlar gedir ha. Eləyənlərə biraz da elə yaxşı baxmırlar. Eləyənlərə də yaxşı baxmırlar. Bu da var. Təəssüf olsun. Bəli, deyilməsi dərs çoxdur. Verəcəksən ki, alladacaq səni. O qədər alladanlar çıxır ortalığa ki, alladacaq səni. Deyir, verim pis olum, verməyim pis olum. Elə yaxşısı olur, verməyim pis olum. Belə də qəşəng də sözlər düzəldiblər. Təəssüf. Bir müsəlman cəmiyyəti üçün utanverici bir şeydir. Hacı, bu barədə sözlər çoxdur. Amma verişimiz məhduddur, vaxtımız bitdi. Dua edin qəlbimizə Allah rahatlıq versin. Əlimizdə olana və olmayana da qani olaq, bağlanmayaq inşallah. Həzrət Əli əleyhissalama dedilər ki, necə oldu, belə oldu? Qəlbimdəki düyünləri açdı. Nəyə insan düyünlənir? Dünyaya. Cürbəcür. Dünyanın elə şeylər, adam var, elə şeylərə qəlbində düyün olub ki, elə şeylərə mahiyyəti yoxdur, amma düyündür. Bağlanıb onu. Allah bizi hifz eləsin, Allah qorusun. Amin. Allah bu dünya imtihanından bizi üzü ağ çıxarsın. Amin ya Rabbi. Amin. Çox sağ olun hacı, var olasınız. Əski olmayın bu cəmiyyətdən, belə faydalı söhbətləriniz hava, su kimi bu cəmiyyətə lazımdır. Allah sizi qorusun, möhtərəm izləyicilər. Növbəti həftə inşallah görüşünüzə gələcək. Allaha əmanət olun.